İstənilən proqramdan gelir. 2 point-da verir renderi. Yadda D5'te saxlayın. də var o. Bax, gəlin bura, gəlin fərqi göstərim sizə. D5'te var mənim o. Hə, hamısında olmalıdır. Bu adi perspektivdir. Okey. Lumion'da da var hətta. Bu adi perspektivdə renderə baxan kimi dərhal gözü öyrəşmişlər, görəcək ki, biraz qeyri-professional işdir. Çünki professional renderlarda həmişə bunlar 2-point perspektiv nə edir? Bu səthdə işləyir, amma vertikal xəttlər həmişə düz qalır. Vertikal xəttlər həmişə gərək düz qalsın. Və render öz belə olsun gərək. Yaxşı. Və fərq olaraq da belə hiss olunur ki, daha yaxşıdır, daha şeydir. Bəs mənim perspektiv onda niyə var? Hə? Perspektiv niyə var? Perspektiv beləsinə var da səndə. Yox, buradakı perspektiv. Nə, onu harda istifadə edir? O real gözü göstərir, bu isə render şəkli şey edir də. Bu satır. O biri Hə, o şey. baxıram. O çox realistik görsən. Hə, Enscape yaxşı proqramdır. Enscape belə İyi, memar qəşəng. Piksel sevilir render çıxardanda. Ultra HD də qoymuşam. Hər şey. yox ola bilməz deyəm. Nətər yəni mən bundan şey çıxartmışam hə. Outputda full HD eləyirsən, nə edirsən? Götür elə custom. Bunu götür elə 3000. Və bunları çıxart. Hə bir də Photoshopda nə işlədirsən? Photoshop'a atırsan heç? Atmaq istəyirəm çünki binamın pəncərələri. Burada buna basın həmişə export object ID, material ID, depth channel, bir də alpha channel. Ki bunu siz render eləyəndə əlbəttə ki yer seçməlisiniz ki desktopda new folder. Voy. So folder, apply alpha channel, defile automatic naming. Output'u qoşduq. Bunu hətta 5000 də eləyə bilərsən istəyirsənsə. 5000. Use aspect ratio. Gözdə burada şey də var. Save frame. Sənə göstərir də şeyə nə düşəcək. Renderə. Hə, renderə nə düşəcək. Əlbəttə ki, şeyi seçsəz yaxşı olur. Bu biraz şeydir, cinematic vibe. Şeyi seçsəz yaxşı olar. Burada nə xoşuma gəlmir? Burada A xoşuma gəlmir. Field of view. Field of view ilə biraz oynaya bilərsiniz. Çünki elə bir çox uzaqdan edir. Zoom-u biraz yaxınlaşdırsın. Binaların o qədər də uzun-uzadı görsənməsin. Əlbəttə ki, kölgələri şey edirsiniz. Bu kölgələr yaxşı deyil. İndi günəş biz durduğumuz yerdən vurur. Elə olmamalıdır. Hə. Günəş vurmalıdır. Hoppa. Ya. Peki bulutları azaldasınız? Yox, o heç o başqa məsələdir. Mən də şeyə baxıram ki, biz hə, bu şey deyil axı, düzdür? Bakıya uyğun götürmür. Ulduzlu səma deyəcəkdim. Gördüm ki, tozlardı. Gecə renderi də yaxşıdır bunda. İçəridən işıqları versən. Çox qəşəngdir. Hə, günəş yenə biz durduğumuz yerdən vurur. Çünki şey belə seçilib də, geoqrafik olaraq belə seçilib. Biz indi elə bir cənubdan baxırıq. Ona görə ki, faktiki də elədisə, əslində çox vaxt renderlərdə aldadırlar. Şey qoyuruq biz. Atmosferdə, yox, skyda şey qoyuruq. White background yox, skybox. Skybox qoyursan ki, şey yükləyəsən. HDRI map. Girin YouTube-dan hətta baxa bilərsiniz HDRI map nədir. HDRI map'in öz günəşi olur. Və sən artıq fərqi yoxdur cənub hardadır. Günəşi istədiyin yerə qoya bilirsən və oradan yuxarı aşağı eləyə bilirsən. Burada yuxarı aşağı eləmək olmur. Burada ancaq elə bax belə gedir. Eyni istiqamətdə O gedir. linkini atdığını deyirsən də dediniz ki. Hə, mənə məsəl üçün indi lazımdır ki, günəş bax oradan vursun. Oradan vursun. Biz durduğumuz yerdən 90 dərəcə altında vursun günəş. Durduğun nöqtədən kölgələri görmək üçün ən ideal yer odur. Ya da ki, alınmırsa heç nə keçirsiniz. Günəşin bizə sərf etdiyi yerdən
şeyi götürürsüz, renderi götürürsüz ki ora mənim daha çox xoşuma gəldi əlbəttə ki. Materiallar işlənəndən sonra, güzgülər, şüşələr işlənəndən sonra yaxşı olacaq. Şüşələrin şeyi, reflektası. İşləyəcəm bugün hamısını. Ən birinci döşəməni işlə. Döşəməni işləməyə necə? Bu ağ qaldıqca şey əsəbləşəcəksən. Yaşıllığı falan şeylə. Gəlirsən bura. Ay bura yoxdur, məsəl üçün elə deyək. Ya da ki deyən mən şeyi düzəldim. Outputda bunu çoxaldaq da, bunu eləyək 3200 məsəl üçün. 239 lazım deyil axı mənə. Görək bunun save frame nə qədərdir. Hə, bu belə götürəcək. Siz bunda başa düşməlisiniz, hansı proporsiyada sizə render lazımdır. Ki şeydə hansı proporsiyada qoyacaqsınız borda. Ya da ki maksimum böyük götürürsünüz ki, sonra kəsə biləsiniz də özünüz. Şey getdik, capture budur. Biraz dəyişib mən bu versiyanı işlədim. Inkscape-in ancaq parametrlər bu qədər deyil. Nə? Inkscape-in parametrlər bu qədər deyil, yoxsa əlavə də var hansısa? Bir də SketchUp-ın içində var nələrsə. Sən SketchUp-ın içində ağacları heç Inkscape-a girmədən qoya bilirsən. Kopyalayırsan, görürsən Hə, istəyirsən. amma Inkscape-in içində daha yaxşı, çünki Inkscape-in içində mask kimi qoymaq olar. Yəni seçirsən O çox zordur. 10 dənəsini, iba belə bulut kimi basırsan özü randomly atır orada. Yazık rənglərə görə eləmək olar. O parkda çox işimizə yarayır. Mən orada eləmişim. Siz şeyi Inkscape-lə verirsiniz. İlhan xanım. Deyirəm İlhan xanım sərf elədi mənim. Ki render. Yo. Renderesi bərpada başlamışdı. D5'e. Nə? D5 hələ D5 öləndən sonra lazım idi Ancaq ki. nəqliyyatı işləmişəm burada. Nə?